Albaniya dövləti Azərbaycanın şimal ərazisində yaranmış ilk mərkəzləşmiş dövlət. Albaniya dövləti Makedoniyalı İskəndərin imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 4-cü yüzilliyin sonunda meydana gəlmişdi. Albaniyada 26 dildə danışan tayfa olmuşdur. Albanlar türk dilli və Qafqaz dillidirlər. Albaniya ərazisində Kaspilər, Kadusilər, Utilər, Lerglər, Amardlar və Qarqarlar yaşayırlar. Kaspi Kadusi həm Atropatena ərazisində, həm də Albaniya ərazisində yaşayırdı. Albaniyanın sərhədləri şimalda Qafqaz dağlarına, cənubda Talış dağları və Atropatenaya qədər, şərqdə Xəzər dənizinə qədər, qərbdə isə Göyçə gölünə qədər uzanırdı. Bundan başqa Albaniyanın 29 şəhəri olmuşdur. Bu sözü Ptolemey deyir. Albaniyanın paytaxtı, hökmdarın iqamətgahı Plininin verdiyi məlumata görə Qəbələ, Kabalaka şəhəridir 5-ci əsrə qədər. Bundan başqa Strabon qeyd edir ki, Xəzər dənizinin digər bir adı Alban dənizi olmuşdur. Həmçinin Albaniyada müxtəlif vilayətlər var idi. Məsələn, Arsak. Sak əri, Sak igidi mənasına gəlir bu söz və deməli Qarqar çayının axdığı bir yerdə Arsak vilayətində Xəzərlər, Gərgəllər, Albanlar deməli yaşayırdılar. Bundan başqa Roma müəllifi Ellian qeyd eləyirdi ki, Kaspilər balıqçılıqla, gəmiçiliklə xüsusi məşğul olurdular və balığın deməli yağından məlhəm hazırlayırdılar. İçalatından isə yapışqan hazırlayırdılar. Bundan başqa Albaniyada dövlət yaranması ilə möhürlər meydana gəldi. Möhürlər bəzək əşyası kimi barmağa taxılırdı. Möhürlərdən istifadə olunurdu sənədləri, qapıları möhürləyəndə. Albaniyada əmlak bərabərsizliyini sübut eləyir. Yaşayış deməli binaları, qəbir abidələri, həmçinin Yunan və Roma müəlliflərinin əsərləri. Albaniyada əhali köhnə 6-cı sinif dərsliyinə görə 4 təbəqəyə bölünür. Birinci təbəqə padşah, ordu başçısı, hakimlər, ikinci təbəqə din xadimləri, üçüncü təbəqə hərbiçilər, dördüncü təbəqə isə azad adamlar. Albaniya və Atropatenada digər böyük quldar dövlətlərdən fərqli olaraq qul əməyindən geniş istifadə olunmamışdı. Əsasən azad istehsalçı qüvvədən istifadə olunurdu. Qul əməyindən Albaniyada yalnız kənd təsərrüfatında, sənətkarlığın bəzi sahələrində və filiz mədənlərində istifadə olunurdu.